dərsi izah edirəm. Bunu YouTube-a dərsi qoymuşam. Bu sivilizasiyaların tarix, coğrafiya inkişafı. Burada xəritə sxem üzrə iş var. Onu izah edəcəm. Deməli, köhnə dünyaya və yeni dünyaya aid olanlar. Yeni dünya təbii ki, bilirsiniz, Amerika qitəsidir. Şimali Amerika, Cənubi Amerika materikləri yeni dünyadır. Avstraliya ora aiddir. Köhnə dünya deyəndə Avropa qitəsi, Asiya qitəsi və Afrika qitəsi bura aiddir. Ən asanı yeni dünyadır. Gəlin yeni dünyadan başlayaq. Çünki orada 2 dənə sivilizasiya var. Bu qırmızı rəngi görürsünüz də, yəni qərb sivilizasiyası. Bu rəngi də görürsünüz də, yəqin ki, bu da ki, Latın Amerikasına aiddir, Latın Amerikasının sivilizasiyasına aiddir. 2 dənə sivilizasiyası var yeni dünyada. Sonra köhnə dünya. Köhnə dünyada bax, bu görürsünüz bu rəngi. Bu qərb sivilizasiyası var. Yenə görürsünüz, qərb sivilizasiyası bir çox yerdə yayılıb. Deməli, Amerikada da var, Avropada da var, Avstraliyada da var. Niyə görə? Çünki böyük coğrafi kəşflər dövründə dünya kəşf ediblər, müstəmləkəçilik yaradıb. Ona görə bu qərb sivilizasiyaları geniş yayılıb. Sonra, bax, bu rəngə baxaq. Bu, Provaslav sivilizasiyasıdır. Yəni, qərb oldu. Sonra hansı oldu? Provaslav sivilizasiyası. Sonra hansı rəng var? Bu sarı rəngə baxaq. Bu sarı rəng, baxın, şərq sivilizasiyasıdır, İslam sivilizasiyasıdır. Şərq, İslam sivilizasiyası. Sonra Hind, deməli, baxın, yaşıl rəng Hind sivilizasiyasıdır. Göy rəng Budda sivilizasiyasıdır. Göy rəng Budda sivilizasiyası. Hətta, baxın, Rusiyada düşür bu Budda sivilizasiyası. Burada da Cənub-Şərqi Asiya ölkələrində də düşür. Sonra, baxaq, bu rəng hansıdır? Çin sivilizasiyasıdır. Çin sivilizasiyası da var burada. Sonra, Yapon, görürsünüz ki, qara rəngdə Yapon sivilizasiyaları var. Köhnə dünyada. Sonra, Afrikada da, burada şərqi yazmışam, şərq sivilizasiyasını yazmışam. Bir də Afrika sivilizasiyası var. Bu da köhnə dünyaya aid olan sivilizasiyalar. Olimpiyada hazırlaşanlar daha dərindən öyrənə bilərlər. Məsələn, bu sivilizasiyalar hansı ərazilərdə yayılıb, hansı ölkələrdə düşür. Məsəl üçün, burada incəliklə fikir verirsiniz, kitabınızda baxa bilərsiniz. Albaniya şərq sivilizasiyasıdır, sarı rəngdə. Məsələn, Olimpiyada düşür, Yunanistan hansı sivilizasiyadır? Provaslav sivilizasiyadır. Kipr də burada Provaslavdır, rəngindən görə bilərsiniz. Şri-Lanka Buddadır. Burada Vyetnam, Çin sivilizasiyasıdır. Filippinə fikir verirsiniz, şimalı qərbidir, cənubu İslam sivilizasiyasıdır. Yeni Qvineya adasının qərbi şərq, şərqi isə qərb sivilizasiyasıdır. Bunlara fikir verib öyrənə bilərsiniz. Bu, olimpiyadaçılara aiddir.